Deməli, bu gün baxırıq təcil dəyişən sürətli hərəkət mövzusuna. Buradan yenə ilk suallar o qədər çətin suallar deyil, ona görə bunları izah etmək istəmirəm. Məsələn, elə 10-cu sualdan başlamaq olar. Deməli, baxırıq 10-cu suala. Başlanğıc sürəti 2 metr/saniyə olan cismin sürəti 5 saniyə sonra 17 metr/saniyə olarsa, cismin təcilini hesablayın. Bunu hesablamaq üçün biz əvvəlcə burada verilənləri qeyd etməliyik. Buradan məsələn yazaq. Verilir. Deməli, verilənlərimiz nələrdir? Bizə başlanğıc sürəti verib, yazırıq V0 bərabərdir 2 metr bölünsün saniyə. Sonra verib olan cismin 5 saniyə sonra bizə veribdir zamanı 5 saniyə və 5 saniyə sonraki sürətini verib. Biz bunu son sürət kimi deyə bilərik burada. O da 17 metr bölünsün saniyədir. Və bizdən cismin təcilinin nə qədər olduğunu soruşur. Bunun üçün burada istifadə edəcəyimiz düstur təcilin düsturudur. Yəni A bərabərdir V çıxılsın V0 bölünsün T. Bu da bərabərdir. V-nin qiymətini veribdir bizə 17, yazırıq 17 çıxılsın. V0-ın qiyməti 2-dir, bölünsün. Zaman isə 5 saniyədir. 17-dən 2 çıxsaq 15, 15-i də 5-ə bölsək eləyər 3 metr bölünsün saniyə kvadratı. Bu da eləyər B variantı. Baxırıq 11. Düzxətli bərabər təcilli hərəkətdə hansı fiziki cəmiyyətin qiyməti sabit qalır? Düzxətli bərabər təcilli deyirsə, burada deməli təcil sabitdir. Məsələn, düzxətli bərabər sürətlidə sürət sabit idi. Düzxətli bərabər təcilli hərəkətdə isə buradan bərabər sözündən bunu yadımıza saxlaya bilərik ki, burada təcil sabitdir. Bərabər yeyinləşən hərəkətdə sürət hansı düsturla tapılır? Bərabər yeyinləşən hərəkətdə sürət V bərabərdir V0 üstə gəlinsin AT düsturu ilə tapılır. Burada biz bir də onu deyə bilərik ki, bəs bu düstur hardan gəlir? Bu düstur təcilin düsturundan çıxır. A bərabərdir V çıxılsın V0 bölünsün T. Biz buradan V-ni, yəni cismin son sürətini tapsaq, bunu da necə taparıq? Gəlin bunu qırmızı ilə yazım. A-nın bilirik ki, burada məxrəcində 1 var. Və biz bunu 2 kəsir, bir-birinə çarpaz vururuq. V minus V0 1-ə vurulur, A isə gəlib T-yə vurulur. Onda olur buradan. V çıxılsın V0 1-ə vurulsa elə V minus V0 qalar. Bərabərdir. A-nı da T-yə vursaq eləyər A vurulsun T. Biz buradan V-ni axtarırıq, yəni son sürəti axtarırıq. Onda V bərabərdir. V0 burada mənfidir. Bərabərliyin digər tərəfinə keçsə, onlar müsbət. Yəni V0 müsbət olar. Üstə gəlinsin AT. Bu düstur bu şəkildə çıxır. Baxırıq 13. Bərabər yavaşayan hərəkət üçün son sürət düsturu. Bərabər yavaşayan hərəkətdə də əlbəttə ki, cismin sürəti azalmalıdır. Yəni son sürət başlanğıc sürətdən az olmalıdır. Nə qədər az olmalıdır? AT-nin hasili qədər. Yəni bərabər yavaşayan hərəkət üçün son sürət düsturu V bərabərdir V0 çıxılsın A vurulsun T ilə tapılır. Baxırıq 14-ə. Cism bərabər zaman fasilələrində müxtəlif yollar qət edərsə, belə hərəkət dəyişən sürətli hərəkət adlanır. Dəyişən sürətli. Bərabər sürətli hərəkətdə qayda o idi ki, cisim bərabər zaman fasilələrində bərabər yollar qət etsin. Bu olurdu bərabər sürətli hərəkət. Amma əgər cisim bərabər zaman fasilələrində müxtəlif yollar qət edirsə, belə hərəkət dəyişən sürətli hərəkət olur. Yəni artıq orada cismin sürəti dəyişir. Ya azala bilər, ya arta bilər. 15. Aşağıda verilənləri Venn diaqramında düzgün yerlərə qeyd edin. Deməli, baxırıq bizə verilənlərə. Bərabər sürətli və dəyişən sürətli hərəkət üçün Venn diaqramı veribdir bizə. Təcil 0 olur. Təcil hansında 0 olur? Təcil bərabər sürətli hərəkətdə 0 olur. Niyə 0 olur? Biz təcilin tərifində deyirik ki, cismin sürət dəyişməsinin bu dəyişməyə sərf olunan zamanı. Yəni cismin sürətinin dəyişməsini, baxın, düsturunu da yazın bura. A bərabərdir delta V bölünsün T. Yəni delta dəyişməni bildirir. Sürətin dəyişməsini zamana bölməliyik. Bərabər sürətli hərəkətdə sürətin başlanğıc qiyməti də V-dir, son qiyməti də V-dir. Yəni biz baxdığımız zaman anı üçün son qiyməti. V-dən V-ni çıxsaq əlbəttə ki 0 qalar. Yəni bərabər sürətli hərəkətdə sürət dəyişmədiyindən orada təcil 0 olur. 1-i yazırıq bura. Sonra baxırıq. 1-i yazdıq, baxırıq 2-yə. Sürətin qiyməti arta bilər. Sürətin qiyməti əlbəttə ki dəyişən sürətli hərəkətdə arta bilər. Bərabər sürətli hərəkətdə sürətin qiyməti dəyişmir.
Baxırıq 3-ə. V bərabərdir konstant olur. Bu bizim elə dediyimiz bərabər sürətli hərəkətdə sürət konstant sabit deməkdir, dəyişməz deməkdir. Bərabər sürətli hərəkətdə də sürət dəyişmir. Mexaniki hərəkətin növü. Hər ikisi bərabər sürətli hərəkətdə, dəyişən sürətli hərəkətdə mexaniki hərəkətin növüdür. A bərabərdir konstant olur, yəni təcil dəyişmir, bərabər təcilli hərəkət olur deyə bilərik dolayısıyla. O da olur dəyişən sürətli hərəkətdə. Sürət dəyişir, amma təcil sabit qalır. Baxırıq 16-cı suala. İşıqforun yaşıl işığı yandıqda avtomobil 12 metr/saniyə kvadrat təcillə hərəkətə başlayarsa, onun 5 saniyə sonra sürəti neçə metr/saniyə olar? Biz burada verilənləri qeyd eləyək. Deməli, avtomobilin təcili verir bizə A bərabərdir 12 metr/saniyə kvadratı. Təcillə hərəkətə başlayarsa, deməli, onun 5 saniyə sonra T bərabərdir 5 saniyə. Biz indi burada məsələnin şərtində özümüz üçün bəzi şeyləri müəyyənləşdirməliyik, dəqiqləşdirməliyik. Nəyi? İşıqforun yaşıl işığı yandıqda avtomobil hərəkətə başlayırsa, deməli bu avtomobilin başlanğıc sürəti 0-a bərabərdir. Niyə 0-a bərabərdir? Çünki avtomobil qırmızı işıqda, işıqforun qırmızı işığında dayanıb ki, daha sonra yaşıl işıq yananda hərəkətə başlayıb. Ona görə biz buradan özümüz üçün müəyyənləşdirə bilərik ki, deməli bunun başlanğıc sürəti 0-a bərabərdir. 5 saniyə sonrakı sürəti isə V bərabərdir sual. Biz indi bunu necə hesablayarıq? Bayaq yeyinləşən hərəkət üçün ümumiyyətlə avtomobilin başlanğıc sürəti 0-dırsa, deməli o yeyinləşən hərəkət edir. Onda biz burada yeyinləşən hərəkət üçün sürət üstunu yazsaq, V0 üstə gəlinsin AT. İndi burada bir müəmmalı məqam var ki, V0-ı biz nə demişik? 0-dır. Bu 0-dırsa, onda V bərabərdir AT olur üstün. O da bərabərdir. Hesablasaq, A-nın qiymətini 12 metr/saniyə kvadrat verib, zamanı isə 5 saniyə. 12-ni də 5-ə vursaq, görərik ki, bu eləyir 60 metr/saniyə. Cavab olur C variantı. Baxırıq 17-yə. Deməli, 17-də deyir, qrafikdə verilənlərə əsasən aşağıdakıları təyin edin. Gəlin, baxaq görək qrafikdə nə verilir. Qrafikdə cismin, baxın, ümumiyyətlə bu qrafik necə bir hərəkətdir? Biz buradan baxıb onu 17. Qrafikdə verilənlərə əsasən aşağıdakıları təyin edin. Biz əvvəlcə qrafikə baxmalıyıq, hərəkətin növünü müəyyənləşdirməliyik. Qrafikdə verilən qiymətləri qeyd edib daha sonra cavablara baxa bilərik. Bu qrafik görürük ki, biz sürət zaman keçdikcə əvvəl zamanın 0-cı anında sürət 20 imiş. Amma 4-cü saniyədə artıq 60 oldu. Deməli, bu hərəkət əvvəlcə onu bilək ki, bu bərabər yeyinləşən hərəkətdir. Bərabər yeyinləşən. Daha sonra burada verilənləri özümüz üçün burada bir dənə yazaq, verilir. Burada verilənləri özümüz üçün qeyd edək. Nə verilir? Zamanın 0-cı anındakı sürət hansı sürətdir? Əlbəttə ki, başlanğıc sürət. Yəni bu hissədə başlanğıc sürəti verib bizə. O da neçədir? 20 metr/saniyə. Hardan bilirik metr/saniyə? Burada sürətin qarşısında qeyd edin. Sonra bizə son sürəti verib, yəni V-nin qiymətini verib. O neçədir? Görürük ki, qrafikdən 60-dır. 60 metr/saniyə. Bir də bizə verib nəyi? T-ni, yəni zamanı. O da bərabərdir 4 saniyə. Bizdə artıq verilənlərimiz var. Hərəkətin necə bir hərəkət olduğunu bilirik. Artıq variantlara baxa bilərik. Birinci variantda bizə deyir ki, cismin başlanğıc sürətini. Biz artıq onu nə etmişik burada? V0-ı təyin eləmişik. Bunu göylə işarələyim. Biz burada V0-ı təyin eləmişik. V0-ı neçə tapmışıq? 20. Buraya yazırıq 20 metr/saniyə. Daha sonra cismin təcili. Cismin təcilini artıq rahatlıqla hesablaya bilərik. Təcili biz necə hesablayırıq? A bərabərdir. V çıxılsın V0 bölünsün T. Və burada hər bir kəmiyyəti biz yuxarıda qeyd etmişik. V-nin qiymətini yazmışıq 60. Yazırıq 60 çıxılsın. V0-a dedik 20-dir. 20 bölünsün zaman. Zaman da 4 saniyədir. 60-dan 20 çıxsaq 40. 40-ı da 4-ə bölsək eləyər 10 metr/saniyənin kvadratı. Deməli, cismin təcili onda olur 10 metr/saniyə kvadrat. Daha sonra cismin son sürəti. Onu da burada biz təyin eləmişik ki, cismin son sürəti 60-a bərabər. Deməli, burada yazırıq 60 metr/saniyə. Cismin sürət dəyişməsinə sərf olunan zaman. Yəni, bu cisim başlanğıc sürəti ilə son sürət arasında neçə saniyə keçmişdir? Başlanğıc sürətdən son sürətə. Deməli, baxırıq başlanğıc sürəti 20 olduğu anda zamanın 0-cı anındadır. Sonra cismin sürətinin 60 olduğu halda isə zaman 4 saniyə olmuşdur. Deməli, 4-dən 0 çıxsa əlbəttə ki, 0 qalır. Onda bu cismin sürət dəyişməsinə sərf olunan zaman 4 saniyədir. Deməli, 4 saniyə. Baxırıq 18-ə.
Təcili 5 metr böl saniyə kvadrat olan cisim 6 saniyədən sonra dayanarsa cismin başlanğıc sürətini hesablayın. İndi burada yenə verilənləri qeyd etməliyik. Bizə nə verilib? Bunu xətt çəkirəm. Bizə verilib təcil necə? 5 metr bölünsün saniyə kvadrat. Daha sonra verilib zaman t bərabərdir 6 saniyə. Və burada yenə gizli bir şey var bizə verilən, amma biz onu düşünüb tapmalıyıq. Yəni daha diqqətlə oxusaq əslində görərik orada gizli olan nədir. Deyir cisim 6 saniyədən sonra dayanarsa, 6 saniyədən sonra dayanarsa bu artıq bizə cismin son sürətini verir. Cismin son sürəti onda neçə olur? V bərabərdir 0 olur. Yəni cisim dayanır. Onda V də 0-dır. Biz artıq bunun başlanğıc sürətini hesablaya bilərik. Bunu hesablamağın bir neçə yolu var. Ən rahat yollarından biri məsələn, yavaşlayan bu cisim dayanıbsa, deməli yavaşlayan hərəkət edilmiş. Yavaşlayan hərəkət üçün sürət üstünü yazarıq. V bərabərdir V0 minus AT. Buradan artıq qiymətləri yerinə yaza bilərik. V-nin qiyməti nədir? 0-dır. Yazırıq. 0 bərabərdir V0 çıxılsın AT-nin isə A 5-dir. 5 vurulsun T-də 6-dır. 5 vurulsun 6. Bu da eləyir. Bu isə 30 eləyir. Yəni dolayısıyla buradan yazıram belə bir şey qalır. 0 bərabərdir V0 çıxılsın 30. Burada da 30-u digər tərəfə keçirsək, burada mənfidir. Mötəzən bərabərliyin digər tərəfinə keçsə olar. V0 bərabərdir 30 metr bölünsün saniyə etmiş olar. Burada nə eləyir? A variantı. Baxırıq 19. Qrafikdə verilənlərə əsasən cismin təcilini hesablayın. Baxırıq qrafikdə nə verilir? Gəlin burada verilənləri yazaq. Verilir. Nə verilib? Cismin başlanğıc sürəti verilib. Baxın, başlanğıc və son sürətin hansı olduğunu necə müəyyən edirik? Zaman anına baxırıq. Görürük, zamanın 0-cı anına, yəni biz baxdığımız ana uyğun gələn 0-cı ana 6 metr böl saniyə. Deməli, bu cismin başlanğıc sürəti 6 metr bölünsün saniyə. Sonra baxırıq son sürətə, yəni zaman 3-cü saniyəsinə uyğun gələn sürət. V bərabərdir 3-dür, 3 metr bölünsün saniyədir. Bir də baxırıq nə? Bizə verilib zaman, o da 3 saniyə verilib. Biz artıq buradan təcilin düsturunu yazaraq, yəni A bərabərdir V çıxılsın V0 bölünsün T. Biz bunu yazaraq bunu tapa bilərik. V-nin qiyməti verilibdir 3. 3 çıxılsın V0 6-dır, bölünsün zaman da 3-dür. 3-dən 6 çıxsaq eləyər mənfi 3 bölünsün 3-ə, o da bərabərdir mənfi 1 metr bölünsün saniyə kvadratına. Təcilimiz olur mənfi 1. Sonra baxırıq 20-ci suala. Başlanğıc sürəti 10 metr böl saniyə olan cisim 2 metr böl saniyə kvadrat təcildə yavaşlayır. 5 saniyə sonra cismin sürəti neçə metr böl saniyə olar? Biz ümumiyyətlə bu tip məsələlər eləyəndə, yəni fizikada məsələ eləyəndə verilənləri bir kənara qeyd etməliyik. Məsələni daha rahat yaza bilmək üçün. Biz indi yenə burada verilənləri qeyd edirik. Bizə verilib başlanğıc sürəti. Yəni başlanğıc sürəti biz V0 ilə işarələyirik. Bərabərdir 10 metr bölünsün saniyə. Daha sonra nə verilib? Cisim 2 metr böl saniyə kvadrat təcillə. Deməli, təcil verilib. A bərabərdir 2 metr bölünsün saniyə kvadrat. Yavaşlayır deyir bizə. 5 saniyə sonra cismin sürəti neçə olar? T bərabərdir 5 saniyə. Bizə artıq hər şey bəllidir. Verilənlərimiz var. Necə hərəkət olduğunu bilirik. Yavaşlayan. Yavaşlayan hərəkətdə sürət hansı düsturla tapılırdı? V bərabərdir V0 çıxılsın A vurulsun T. Bizə bütün qiymətlər verilib və buradan artıq rahatlıqla V-ni tapa bilərik. Yəni son sürəti. V0-ın qiyməti 10-dur, yazırıq. 10 çıxılsın. Təcil 2-dir, 2 vurulsun. Zaman da 5 saniyədir. Bu da nə eləyir? 10 çıxılsın 10. Ondan da 10 çıxsaq nə eləyir? 0 eləyir. Deməli, bu cismin son sürəti nədir? 0. Yəni, bu cisim dayanıqdır. 21. 60 metr böl saniyə sabit sürətlə hərəkət edən avtomobil işıqforun qırmızı işığının yandığını görüb sürətini azaldaraq 12 saniyəyə dayanır. Avtomobilin bu hərəkət müddət ərzində getdiyi yolu hərəkətin sürət zaman qrafikini quraraq tapın. Deməli, bizə nə verilir? Bizə avtomobilin yavaşlamağa başlayan anda bu 60 metr böl saniyə sabit sürətlə hərəkət edirsə və maşın 60 ilə gedirdi, normal bir maşın. Gedir və görür ki, artıq işıqforun sarı işığı, yaşıl işıq söndü, sarı yandı və arxası isə qırmızı yandı. Bu onu görən anda sürətini azaltmağa başlayır. Yəni, həmin anda sürəti 60 idi. Onu gördü, sürətini azaltmağa başladı və işıqforun yanına çıxanda dayandı. Deməli, həmin anda bunun başlanğıc sürətini biz götürürük 60 metr böl saniyə. Yavaşlamağa başladığı andakı başlanğıc sürəti 60-dır. Daha sonra bizə verilib zaman T bərabərdir 12 saniyə və deyir ki, dayanır. Yəni, son sürəti də 0-dır.
Bizdə artıq burada hər şey bəllidir. Deyir, avtomobilin bu müddət ərzində getdiyi yolu hərəkətin sürət zaman qrafikini quraraq tapın. Hərəkətin gəlin sürət zaman qrafikini quraq. Deməli, buradan bir bunun deməli burada qarışdırdım. Deməli, buradan qrafiki çəkirik. Qara ilə yazmaq istəyirəm, ona görə belə oldu. Buradan bir qrafik bu şəkildə, qrafikin bir hissəsində bu şəkildə. Deməli, bunun biri sürətin qrafikidir, daha doğrusu sürətin zamandan asılı qrafikidir. Və deyir, bu qrafiki çəkərək yolu tap. Qrafik necə olur? Əvvəlcə baxırıq nəyə? Sürətin başlanğıc sürətinə baxırıq. Görürük ki, başlanğıc sürətimiz 60-dır. Bunu buradan qeyd edirik. Daha sonra zamanı qeyd edirik. Zaman neçədir? 12 saniyə. Bunu da bura qeyd edirik. 12. Yaxşı, bəs qrafikimiz necə olar? Artar, azalar, yoxsa bərabər sürətli olar? Deyir ki, avtomobil dayanır. Dayanırsa deməli yavaşlayan hərəkət edir. Yavaşlayan hərəkətdirsə qrafikimiz azalan bir qrafik olur. Yəni bu şəkildə cisim gedir, 12 saniyədən sonra dayanır. Bizdə artıq hər şey bəllidir. Sürət var, zaman var. Yaxşı, bunun getdiyi yolu necə taparıq? Bu tip məsələlərdə getdiyi yolu bu qrafikin altında qalan fiqurun, deməli, qrafiki burada işarələyirəm. Bu qrafikin altında qalan bu fiqur var. Bu fiqurun sahəsini tapmaqla biz bu cismin getdiyi yolu hesablaya bilərik. Bu da bir düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın sahəsini biz necə taparıq? Tərəfləri hasilinin yarısından tapa bilərik. Yəni 2-də 1 A vurulsun, digər üçbucaqlarda A vurulsun H, burada düzbucaqlı üçbucaqdır. Bunun A vurulsun H-a deyə bilərik, A vurulsun B-də, yəni tərəflərinin yarısı. A-mız 60 qəbul eləyək, vurulsun B-ni 12 qəbul edirik, bölünsün 2. 60-ı deməli biz burada ixtisar aparsaq 30 qalır, 30-u 12-yə vursaq eləyər 360. Deməli, bu cismin getdiyi yol 360 metrdir. Nə etdik? Qrafiki qurduq və qrafikdən istifadə edərək, daha doğrusu həmin qrafikin altında qalan fiqurun sahəsini tapdıq. Baxırıq 22-yə. Müəyyən hündürlükdən sərbəst buraxılan cismin 6 saniyə sonra sürəti nəyə bərabər olar? Deməli, cismin verilibdir. Verilənləri yazaq əvvəlcə. Verilir. Cismin başlanğıc sürətini verib bizə, yəni 0-dır başlanğıc sürət. Sonra təcil verib 10 metr bölünsün saniyə kvadratı və bizə veribdir zamanı. Zaman da neçədir? 6 saniyədir. Biz burada cismin 6 saniyə sonra, yəni son sürətini tapmalıyıq. Son sürətdə necə taparıq? Yavaşlayan yoxsa yeyinləşən? Burada cisim əlbəttə ki, müəyyən hündürlükdən buraxırıqsa, o yeyinləşən hərəkət edir. Yəni cismin başlanğıc sürəti də məsələn 0-dır. Bundan da görə bilər ki, bu cisim yeyinləşən hərəkət edir. Yeyinləşən hərəkət üçün sürət üstürü V bərabərdir. V0 üstə gəlinsin A vurulsun T. O da bərabərdir. V0-ın qiyməti 0-dır. Üstə gəlinsin təcil 10, zaman isə 6 saniyədir. 10-u 6-ya vursaq eləyər 60 metr bölünsün saniyə. Bu da hansı variant eləyir? B variantı. Baxırıq 23-ə. 23-də deyir, bərabər yeyinləşən hərəkət edən cisim 5 saniyə ərzində sürətini 200 metr böl saniyədən bağışlayın, 20 metr böl saniyədən 90 metr böl saniyədə çatdırdı. Cismin sürət zaman qrafikini qurun. Sadə bir şeydir. Yenə qrafik çəkirik burada. Qara rənglə çəkmək üstünlük verirəm qrafikləri. Bu şəkildə sürətinin zamandan asılı qrafikini qurmağımızı istəyir. Bayaq kimi verilənləri yazırıq. Deməli, V-nin T-dən asılılığı. Burada qarşısına vahidləri yazmıram, yeri azdır deyə. Gəlin elə qrafda bir yerdə verilənləri də qeyd edək. O şəkildə qrafiki qurmağımız daha rahat olar. Deməli, bərabər yeyinləşən hərəkət edir cisim 5 saniyə sonra zamanı verib bizə 5 saniyə. Sürətini 20-dən, deməli, 20-dən deyirsə başlanğıc sürəti 20 metr bölünsün saniyədir. Bir də bizə verib nəyi? 90 metr böl saniyəyə dək çatdırdı. Yəni son sürəti də 90 metr bölünsün saniyədir. Əvvəlcə onu bilək ki, heç əvvəlcə onu deməmişdən əvvəl verilənləri burada qeyd eləsək, o bəs eləyir bizə. Başlanğıc sürəti veribdir, 20-dir. Sonra bizə verib zamanı 5 saniyə, 5 saniyə və bizə verib nəyi? Son sürət. Buranı da verib 90. Son sürət. Bu cisim artıq biz qrafikini qura bilərik. Yeniləşən hərəkət edir deyə qrafik nə etməlidir? Yuxarı doğru getməlidir və bu şəkildə. Baxın. 5 saniyədən sonra sürəti olur 90 metr böl saniyə. Bunun da qrafiki olur bu şəkildə. Artan bir qrafik olur. Baxırıq 24-ə.
Bərabər təcilli hərəkət edən və başlanğıc sürəti 30 metr/saniyə olan cisim 3 saniyə ərzində sürətini 54 metr/saniyəyə çatdırdı. Cismin təcil zaman qrafikini qur. Deməli, yenə əvvəlcə verilənləri yazmalıyıq. Buradan yazırıq. Verilir. Nələr verilir bizə? Deməli, oxuyuruq. Başlanğıc sürət, yəni V0. V0 bərabərdir 30 metr/saniyə. Daha sonra cisim 3 saniyə ərzində, yəni zaman verilib. Saniyə və sürətini 54 metr/saniyəyə çatdırdı. Yəni son sürətdə verib 54 metr/saniyə. Biz burada bəzi şeyləri bilməliyik. Əvvəlcə iki formadan istəsək əvvəlcə qrafik çəkərik, sonra təcili taparıq. İstəsək əvvəlcə təcili tapıb sonra qrafik çəkərik. Gəlin əvvəlcə təcili tapaq. Bizdən təcili qrafikini qurmaq üçün təcilin qiymətini bilməliyik. O da A bərabərdir V çıxılsın V0 bölünsün T düsturundan yaza bilərik. Bərabərdir. Son sürətin qiyməti 54, çıxılsın başlanğıc sürət 30, bölünsün 3-ə. 54-dən 30 çıxsaq 24, 24-də 3-ə bölsək eləyər 8 metr/saniyənin kvadratı. Buradan mənim təcilin qrafikini qurmaq üçün yerim qalmadı, ona görə bu hissəni silirəm. Buradan qurum qrafiki. Deməli, bir qrafik çəkirəm bu şəkildə. Buna da deyirik təcilin zamandan asılıdır. Ümumiyyətlə, bərabər təcilli hərəkət deyil bizdə. Deməli, burada təcilin qrafiki necə olur bərabər təcilli hərəkətdə? Sabit olur da, yəni bunu daha səliqəli çəkin. Deməli, bərabər təcilli hərəkətdə biz bilirik ki, təcilin qrafiki sabit olur. Yəni, təcil dəyişmir. Bu şəkildə sabit qrafiki çəkdik və burada biz qiymətini də tapmışıq. 5 metr/saniyə olacaq. Bunda nə edərik? Burada yazarıq 5. Bu şəkildə. Təcil 5-dən sabit olur. Baxırıq 25. Hərəkət tənliyi V bərabərdir 5 plus 3T olan cismin 6 saniyə sonraki sürətini təyin edin. Deməli, burada da yenə bizə problem var. Bunu silirəm. Baxırıq 25-ə. Bizdən bu tənliyi veribdir. Bu tənlikdə bizdən və bir də zamanın qiymətini verib ki, 6 saniyədir. Biz bu tənlikdə bu T-nin yerinə zamanın qiymətini yazsaq, yəni buradakı T elə o T-nin. Onun yerinə qiymətini yazıb hesablasaq, biz son sürəti tapmış olaraq. 5 üstə gəlinsin, 3 vurulsun. T-nin qiymətini bizə verib 6 saniyə. 3-ü 6-ya vursaq 18, 18-in də üstə 5 gəlsə eləyər 23 metr/saniyə. Bu qədər sadə. Baxırıq 26-ya. Hərəkət tənliyi V bərabərdir 24 çıxılsın 4T olan cismin 5 saniyə sonra sürətini hesablayın. Bu da yenə eyni qayda ilə V bərabərdir 24 çıxılsın 4 vurulsun T-nin yerinə yazırıq nə? 5 saniyə. 5. 5-i 4-ə vursaq 20, 24 çıxılsın 20 də bizə nə verər? 4 metr/saniyə. Yəni olur C variantı. Deməli, baxaq 27-də. İki avtomobil eyni istiqamətdə hərəkət edir. A avtomobilinin B avtomobilinə yaxınlaşa bilməsi üçün hansı şərtlər ödənilməlidir? Deməli, A avtomobili B avtomobilinə yaxınlaşmaq üçün o ondan daha böyük sürətlə hərəkət etməlidir. Birinci olaraq bunu deyə bilərik. Sonra, bunun başqa hansı şərtləri ola bilər? B avtomobili bərabər sürətlə hərəkət etsin, A avtomobili yeniləşən hərəkət etsin. Bu zaman A avtomobili B-yə yaxınlaşa bilər. Daha sonra deyə bilərik, B avtomobili bərabər sürətlə hərəkət etsin, A avtomobili yeniləşən hərəkət etsin. Bu halda da yaxınlaşa bilər. Daha sonra nə deyə bilərik? B avtomobili deməli dedik yavaşlayan hərəkət etsin, A yeniləşən hərəkət etsin, B bərabər sürətlə hərəkət etsin, A yeniləşən hərəkət etsin və ya B yavaşlayan hərəkət etsin, A bərabər sürətlə hərəkət etsin. Bu hallarda bu A avtomobili B-yə yaxınlaşa bilər. Daha sonra baxırıq 28-ə. Birinci velosipedçi sükunətdən hərəkətə başlayır və 5 saniyə ərzində sürətini 50 metr/saniyəyə çatdırır. İkinci velosipedçinin başlanğıc sürəti 20 metr/saniyədir və 5 saniyə ərzində sürətini 50 metr/saniyəyə çatdırır. Velosipedçilərin təcillərinin nisbətini tapın. A2 bölünsün A1. Yəni ikincinin birinciyə nisbətini tapmalıyıq. Bunu buradan yaza bilərik. Əvvəlcə birinci velosipedçi üçün yazarıq. Birinci velosipedçi üçün yazarıq A1 bərabərdir V1 minus V01 bölünsün T1. Bu şəkildə bərabərdir. V1-i nədir? Yəni birinci velosipedçinin son sürəti. O da neçədir? 50 metr/saniyə. Yazarıq. 50 çıxılsın. Bəs birinci velosipedçinin başlanğıc sürəti neçədir?
Birinci velosipedçi sükunətdən hərəkətə başlayır. Sükunətdən hərəkətə başlamaq o deməkdir. Yəni bunun başlanğıc sürəti 0-a bərabərdir. Ona görə buraya yazırıq. 0 bölünsün, bəs neçə saniyə? 5 saniyə 50-yə çatdırıb sürətini. Bölünsün 5-ə. 50-dən 0 çıxsa 50, 5-ə bölsək eləyər 10 metr bölünsün saniyə kvadrat. Yəni biz birinci velosipedçinin təcilini tapdıq. İndi yazırıq ikinci velosipedçinin təcili. A2 bərabərdir. Bu dəfə ikincinin son sürəti, yəni V2 çıxılsın ikincinin başlanğıc sürəti V0 2 bölünsün ikincinin bu hərəkətə sərf elədiyi zaman. Bərabərdir. V2, yəni ikincinin son sürəti neçədir? 50 metr bölü saniyə. Deməli yazırıq 50 çıxılsın ikincinin başlanğıc sürəti neçədir? İkinci velosipedçinin başlanğıc sürəti 20 metr bölü saniyədir deyir. Deməli yazırıq 20 bölünsün. Bəs bu nə qədər vaxt sərf eləyib? Bu da 5 saniyə vaxt sərf eləyib. Bölünsün 5-ə. 20-dən 50-dən 20 çıxsaq eləyər 30. 30-u da biz 5-ə bölsək bu da eləyər 6 metr bölünsün saniyə kvadrat. Bizdən də istəyir A2 bölünsün A1 nisbətini. A2-ni biz tapmışıq neçə? 6. A1-i də tapmışıq neçə? 10. 6-nı da 10-a bölsək nə eləyər? Eləyər 0,6. Daha sonra baxırıq 29-a. Şəklə əsasən 1 və 2 avtomobilləri necə hərəkət edir? Deməli, buradan yazıram. Bir avtomobili və elə bunu tamamlayaq sonra. Bir avtomobilini görürük ki, məsələn, biz bu tərəfi X oxu, bunun əslində burada göstərilməli idi, bu X oxu. Bu X oxudur, bu şəkildə. Hər ikisində X oxu bu şəkildədir. Bunu qeyd edeyim burada. Deməli, bir avtomobili görürük, sürəti hansı istiqamətdədir? Ox istiqamətindədir. Yəni, buna deyirik X oxu istiqamətində. X oxu istiqamətində və sürətlə təcil eyni istiqamətdədirsə, bu avtomobil yeyinləşən hərəkət etməlidir. Sürətlə təcil də hər ikisi işarəsi müsbətdirsə və ya belə deyə bilər ki, hər ikisi eyni istiqamətdə hərəkət edirsə, bu avtomobil yeyinləşən hərəkət edir. Onda nə deyirik? X oxu istiqamətində bərabər yeyinləşən hərəkət edir. Bərabər yeyinləşən. Daha sonra baxaq ikinciyə. Buradan da yazıram ikinci. İkinci avtomobil necə hərəkət edir? Baxırıq, bu ox istiqaməti X oxudur. Görücü cisim nə edir? X oxu istiqamətində gedir. Yəni, sürətin istiqaməti X oxu tərəfədir. Onda yazırıq, bu da X oxu istiqamətində. X oxu istiqamətində. Amma bu dəfə təcillə sürət bir-birinin əksinədir. Təcillə sürət bir-birinin əksinə olanda cisim yavaşlayan hərəkət edir. Bayaq burada yuxarıda dedik, eyni istiqamətdə olanda təcil və sürət eyni istiqamətdədirsə cisim yeyinləşən hərəkət edir və yox, buradakı kimi əks istiqamətdədirsə cisim yavaşlayan hərəkət edir. Yəni, bərabər yavaşlayan hərəkət edir. Bərabər yavaşlayan. Daha sonra baxaq 30-cu suala. 30-da bizdən deyir ki, qrafikdən istifadə edərək aşağıda verilən zaman aralıqlarına uyğun hərəkətlərin adlarını qeyd edin. Qeyd edək. Burada şəkildə sürüşmə olub. Gəlin elə buradan qeyd edək qarşısından. Narıncı rənglə yazaq. Deməli, 0T1 alın. 0T1-də, baxın, 0-dan zamanın 0-cı anının T1 halına kimi. Cisim bu şəkildə hərəkət edir. Neyniyir? Bax, bu sürətin zamanı hansı qrafik? Sürət əvvəl buradaydı, sonra burada olub, sonra burada olub. Yəni, sürət neyniyir? Artır. Yəni, buna deyirik X oxu və bunu da qeyd edeyim ki, əgər hərəkət T oxundan yuxarıdadırsa, biz buna deyirik X oxu istiqamətində. Ona görə burada deyirik X oxu istiqamətində yeyinləşən. Bərabər yeyinləşən, daha doğrusu, bərabər yeyinləşən. Daha sonra T1, T2-yə baxırıq. Bunu da yazıram səhra ilə. T1, T2-də görürük. Bax, T1, T2 budur. Neyniyib T1, T2-də? Sürət dəyişmir, sabitdir. Onda deyirik bu, X oxu istiqamətində, X oxu istiqamətində bərabər sürətli. Bərabər sürətli. Nəysə, bu qədər qısa yazıram. Sonra baxırıq T2, T3. Baxın, T2, T3-də yenə sürət neyniyib? Artıb. Bax, burada dediyimizi burada da deyirik. X oxu istiqamətində bərabər yeyinləşən. Bunu da qısa yazın. Baxırıq digərinə. Yəni, nəyə? T3, T4-də. T3-dən T4-də görürük sürət neyniyib? Azalıb. Yəni, sürət azalıbsa bu necə hərəkət edib? Yavaşlayan. Yenə, qrafik T oxundan yuxarıdadırsa biz buna deyirik X oxu istiqamətində. Bu ancaq onu deyim ki, sürət qrafiklərində belə da biz koordinatın qrafikində belə bir ifadə edəcək, bu yanlış olar. Deməli, T3, T4-də nə dedik? X oxu istiqamətində bərabər yavaşlayan. Baxırıq T4, T5-ə. T4, T5-də yenə necə hərəkət edib? T4-dən T5-ə sürəti dəyişmir. Deməli, bu nədir?
X oxu istiqamətində bərabər sürətli. Bunu da yenə tam yazmıram. Bir də baxırıq, deməli, T5, T6-ya. T5-dən T6-ya yeniyib yenə sürəti görürük ki, azalıbdır. Bu da nə olur? X oxu istiqamətində bərabər yavaşlayan hərəkət. Bərabər yavaşlayan hərəkət. Deməli, bu da deyəsən bitdi. Bu qədər. Sağ olun, salamat qalın.